Salam əziz izləyicilər, necəsiz? İnşallah ki, hər kəs yaxşıdır. Bugün Qurban bayramıdır. Allah bütün kəslərin qurbanları qəbul eləsin. Hər kəsin evinə bol ruzu, bərəkət, uzun ömür, can sağlığı qismət eləsin. Amin. Mən də burada sos hazırlayacağım. Əvvəlcədən tikə əti qoydum qaynasın. Tikətini də yığdım. Belə həmi tikə ət olacaq, həmi də ki, belə bizim uşaqlar, balacalar tikə ət yemədiklərinə görə onlara da belə kiftə tutmuşam. Ət qaynadıqdan sonra bunları da qoyacağım, onun içində qaynasın, sonra digər şeylərini əlavə edəcəm. Orada ət qaynayana qədər mən də soğan kartuşkanı soyum. Həm də biraz söhbət eləmiş olaram. Videoların birində bir balaca qız izləyicidir, yazıb ki, xala nə danış. Belə ət qaynayınca mən də soğan kartuşkaları da soyum. Belə ət pişənə qədər mən soğan kartuşkanı soyum yavaş-yavaş. Biraz da söhbət eləmiş olaram. Deyirəm, valla video qarşısında danışmaq hasat deyil. İnsan sözün birini deyirsən, ikisi yadından çıxır. Bu tək ki mən beləyəm, yoxsa dün video çəkən qızlarda da belə olub. İlk dəfə video çəkəndə sanki elə bil ki, efirdəsən, əlində mikrofon, bütün kameralarda sənin sifəti tutulub. Danışmaq olmur. Çox güman ki, bu tək yəni mən beləsi olmaram. Yəqin ki, ilk dəfə video çəkən xanımlarda olub elə bir şey. Yenə də təzədir, hələ üstündən elə də bir vaxt keçməyib. Yenə də bilmirəm nədənsədir, sözün birini deyirəm, ikisini unuduram. Yəqin ki, get-gedə alışaram bunlara. İnşallah. Buradan bizi izləyənə, bəyənənə, yorum yazana təşəkkür edirik. Əlləri, qolları var olsun. Və hər dəfə deyirəm ki, düşün bostanda video çəkim. Artıq saxladığımız solpalarda kəsməlidirlər. Artıq 3 ayın içindədir. Hər dəfə deyirəm ki, gedin bostanda bir video çəkim. Dəyişiklik bir şey olsun, maraqlı olsun. Orada otursunlar uşaqlar, orada yemək hazırlayayım. Videoda çəkim. Nədənsə bunu bir türlü türklər demişlər, əmələ gətirə bilmirəm. İnşallah ki, sabah da birisi gündə elə edəcəm. Çolpalarımızın ikisindən siftə olaraq kəsəcəm. Kəstirəcəm daha doğrusu. Onu elə orada elə hazırlayacağım ki, həm bu isti havalarda uşaqlara da dəyişiklik olsun. Otursunlar bostanda, bir stəkan çay içsinlər, orada bir yemək yesinlər. Bunu yaxınlarda mütləq edəcəm. Yayda mütləq edə, həm də adamda bir dəyişiklik olar da, belə ancaq ev adam olur nədə bulunur. Artıq məktəblər də bağlanır. Qızım müzik kitablarını aparıb verir. 7-ci sinifdə qaldı balaca oğlu. Onlarda da çox güman ki, Qurban bayramından sonra yəqin ki, yığılarda da yekunlaşır. Böyük oğlumdakı heç yəni o da peşə məktəbində tələbə idi. O ki, axırıncı kursudur. Praktikadadır, o da qutarıb demək olar ki. İnşallah o ki, əskər hazırlaşır. Allah cəm əskərlərimizi qorusun, ordumuzu qorusun, gedən balalarımız, əskər balalarımız sağ gedib salamat gəlsinlər inşallah. Allah hamısını qorusun. Kartuşkaları soydum, yudum. İndi isə doğrayım.
Əslində bugün şirniyyat da bişirəcəkdim, amma vaxtım qalmadı. Axşama da bekar olsam eləyərəm. Nəsə hazırlayarəm. Onsuz da qadınların işi bitmir. Mən hər dəfə deyirəm. Nə qab yumağı bitir, nə iş bitir. Kuxuya da girdiksə çıxmaq mümkün deyil. Bir dənə yemək bişirməyə 2 saat, 3 saat vaxt gedir. Moykada da olur qablarla. Kaçkaları doğradım. İndi keçim soğanları da xırda-xırda doğrayayım. Əslində soğan çəkən var, amma istəmirəm. Çox xordalayır. Xoşum gəlmir soğan çəkəndə. Ona görə belə əldə doğramağı daha yaxşıdır. Ama aş eləyəsən. Bu qədər işin içində aş. Bu qədər işin içində qızım aşı necə edeyim? Siz bacı qardaş. Gündə 3 dəfə də aş versələr siz elə aş yeyirsiniz, aş xəstələrsiniz. Bilmirəm, əslində dünya dalmışdım hani. İşqağa qoymuş. Aşağıda. Dünya var, var. Vaxtım qalsa sizə aş da bişirirəm. Bizdə bunlar, bu bacı qardaşlar, böyük oğlum o qədər yox. Ancaq aş. Kuxuya gəlsən yeməyi hazırlamağa. Ana neymişsə, ana aş bişirsən. Ay balana aşı. Görmürsən, mən sos hazırlayıram, ya nə bilim, süt bişirirəm, ya tarçka qızardıram və s. O dəqiqə, ana aş bişirirsən. Bu bacı qardaşlar nə qədər aş yiyir. Bilirsiniz, ən çox da aşı niyə istəyir mənim balacı oğlan? Bu da, aşda soğan yoxdur, aşda göyərti yoxdur, aşda düydən başqa nə var, heç nə yoxdur da. Kişmiş belə əlavə eləmirəm mən, çünki istəmirlər. Aşın tərkibində heç bir şey yoxdur düydən başqa. Ona görə gedib gəlirlər. Ana aş bişirirsən. Canları sağ olmuşlar. İmkanları olsa gün 24 saat ancaq aş yiyərlər bunlar. Sozu hazırlayıb hər vaxtım qalsa aş da bişirəcəm. Burada artıq soğan dağ olur. Soğanı qovurum. Buzluqdan tomatı da çıxartdım. Buzluqdan otu da çıxartdım. Ətdəki qaynayıb artıq başa gəlir. Küpələri də qoydum içərisinə. Küpəmizdə nə açılma yoxdur, nə partlama yoxdur. Bilirsiniz necə bəmbək qalıb. Vallahi deyirəm, indi deyə küpəni ayrı qaynadım, nə bilim, içinə sarı çox əlavə edin, ya və s. nə istəsəniz. Bundan qabaq bizdə nənələrimiz, analarımız necə hazırlayırdı. Küpəni tuturdular, qoyurdular qırağa, qəşəng. Sonra soğanını dağ eləyərdilər. Sonra suyunu əlavə edərdilər. Onun arxacıdan küpələri yığardılar elə qaynatmamış halda. Sonra belə kartuşkasını yadına əlavə edərdilər. Belə rahat şəkildə qəşəng bişərdi. Amma indi elə edən yoxdur. Küpə ayrı və qaynayır, soğan dağ olunmur, içinə tür şəkildə əlavə olunmur. İndi hər bölgənin özünə məxsus bir yeməyi var. Bir də ki, onların pişirmə qaydası var. Hər də necə istəyir, elə hazırlayır. Amma bizdə pastayanı nənəm də, anam da elə hazırlayırlar. Yəni soğanı dağ olandan sonra ətini, suyunu, kartuşkasını əlavə edirdilər. O şəkildə bişirirdilər. Belə əziz izləyicilərimiz, xırda-xırda yeməyimiz burada pişsin. Mən də otağa qədər qablar yedim. Qablar yenə öz sözünü deyir, həmişədəki kimi. Qab yığılanda yer yoxdur. Buralığı da belə yudum, yığışdırdım, sildim. Reyhandan kişniş də var idi, onu da çıxartdım, yudum. Qalsın, özümə də ki bir stəkan çay süzdüm.
Yəqin ki, çayı yanında bir şey taparam çay içməyə. Heç də qəndən çay içə bilmirəm. Bilmirəm, tək mən beləyəm, yoxsa belə var. Görək çayın yanında nə tapırıq. Güya ki, şirniyyat bişirəcəkdim, amma heç də vaxtım qalmır. Qaldı sabaha. Sabah nəsə bişirərəm çay içməyə. Sağ olsun Aydan. Belə bizi şirniyyatsız qoymur. Gedir özü üçün belə alıb gətirir çay içməyə. Onun sayəsində biz də çay içirik şirniyyatla. Sağ olsun. Allah cəmi balaları qorusun. Salamat böyüsünlər. Gələcəkləri hər kəsin balasının xeyirli, uğurlu olsun. Bizim də övladlarımız onun içində. Allah hər birini var eləsin. Bu arada əziz, dəyərli, gözəl izləyicilərimiz, mən burada sağollaşıram. Sağ olun, salamat qalın. İnşallah ki, videolarımızı sevə-sevə izləyərsiniz. Mən bütün videoları sevə-sevə izləyirəm. Video çəkənlərin hər birinə gözəl yorumda yazıram, abunə də oluram, bəyənirəm də. Siz də yəqin ki, mənim videolarımı izləyərsiniz, abunə olarsınız. Mən hər dəfə deyirəm, təzəyəm də, yəni hələ bəlkə də 3-4 dənə belə video atmışam kanala. Yəqin ki, xeyirli, uğurlu olar inşallah. Hər kəs üçün xeyirli, uğurlu olsun, biz də onun içində.